1160-cı ildə Şirvanşahlar dövlətində maraqlı hadisə baş vermişdi. 3-cü Mənsurun ölümündən sonra onun şəcərəsi ailəsi arasında hakimiyyət uğrunda mübarizə başlayır. Bu mübarizəyə Tamar Gürcü qızı Tamar, hansı ki 3-cü Mənsurun həyat yoldaşı idi, o da qoşulmuşdu. Və bu Tamara da dəstək verən Gürcülər olmuş, hansı ki Gürcülər istədilər ki, Tamarın oğlu hakimiyyətə gəlsin. Belə bir yerdə 1-ci Aslan hakimiyyətə gəlir, o da kimin köməyi ilə? Şəmsəddin Eldənizov 1160-cı ildən etibarən burada göstərdiyi kimi 96 yaxud 97-ci ilə gəlir. Hakimiyyət olubdur. Onun hakimiyyət dövründə özü xarici siyasi cəhətdən Eldənizlər dövlətindən asılı olubdur. Eyni zamanda atasından fərqli olaraq Səlcuqlarla dostluq əlaqəsini bərpa edib, eyni zamanda Gürcülərlə də dostluq əlaqəsində olub, Xarəzmşahlarla da dostluq əlaqəsində olub. Həmin dövrdə 1192-ci ildə Şamaxı şəhərində zəlzələ baş verib, hansı ki bu da önəmli detallardan biridir. Aslan ailə üzvləri həmin zəlzələ nəticəsində həlak olublar. Və o tarixdən etibarən paytaxt hazırda gəzdiyimiz Bakı şəhərindən köçürülür və bununla da Bakı dövrü başlayır. Şirvanşahlar dövlətinin 1-ci Aslanın fəaliyyətində bir də mədəni quruculuq işləri olmuşdur. Qalalar, qüllələr ucaldılıb, Dərbənd səddini də təmir elətdirmişdir. 1-ci Aslandan qəbulda sual düşə bilər.